İsti gün idi. Heydər Əliyev gələcəkdi. Onun üçün də Çardaqlı zadlı bir yer düzəltmişlər, hündür. Gəldi, çıxdı. Gəlib çıxandan sonra çıxdı Çardağa. O vaxtı gördü, üstü örtülüdür. Cəmaat da hamısı tozun torpağın içərisindədir. O vaxtı dedi, bu zadı götürün. Üstünü örtüyün götürün. Onu da üstünü örtüyün götürürlər. Necə xalq elə baxırdısa, o da onun kimi cəmaatla birlikdə o zadı da çıxış elədi. Ben özüm Cəbrayıl rayonundan. Bu toy şənliyi də bugün mənim oğlumundur. Allah koysa çöreğin pişirdik ki, bir iki güne de onu toylayayım. Burada toy olacak ben. Toy şənliyi de hemen bu evde geçecek. Özüm de, benim evim burada. Burada beyin evidir. Bak, beyin evidir. Ben oran düzeltmişim de vermişim ki. Gelinin evi harada? Gelinin evi Saatlı'dan getireceğim. Saatlı'dan yazıyor. Cəbrayıl'da da o da Cəbrayıl. O da Cəbrayıl'da. Sen de toy hazırlaşırsan. Burada. Hey hanım. Gel buraya görüm ay be. Sizin birinci bu toyunuz mübarek. Sağ ol. Sana hoşbaht hayat. Sağ ol. Öz sevdiğin kızla birlikte. Burada arzu edirəm. Burada evlenende elbette ki burada yaşayacaksan. Yani. Ama ben bu günleri bura 20 tane hususi gayrılmış ev getirmişim. Ben dedim ki bunu bakın burada en ihtiyacı olan adamlara hamıya vermek mümkün değil. Sonra ben yine bunları hazırlayıp göndereceğim buraya. Ama o evin birini ben bağışlayıram bu beyle geline. O evi indi ben gedenden sonra götürərsiniz, getirip burada kurarsınız. Oldu. Onun içi çok yaxşıdır, bundan yaxşıdır. Ve bəylə gəlin, qoy toy edəndən sonra geçsin orada. Sağ ol. Bir yaxşı yaşasın. Cəbrayıllar Sağ ol. Heydər Əliyev çadır şəhərciyindəki vəziyyətlə yerində tanış olur. Hər bir çadıra, alaçığa daxil olaraq insanları dinləyir. Onların problemləri ilə şəxsən maraqlanır. Gel bana görün kızım, burada neçə nəfər yaşarsınız? 8 nəfər, 8. Bunlar kimlərdir? Babamdır. Babamın qardaşı. Təminatınız nətərdir? Düzünü deyin. Genel devam Düzünü deyin. Sen bir yerdə təşkil edirsən. Heç işləmir. Bacım xəstədir, heç onu da dolandıra bilmirik. Hansı vəsaitlə yaşayırsınız? Üç böyle Yedi Mehmet yardım. Yedi Mehmet aile başına yardımdı. Aile başında. Yani Sonra? aile. Aile teslim muhasebem özüm. Kısaçı muhasebem. Bir yerde mahsup edirsən? Hayır, hiçbir yer iş yok. Hiçbir yerde iş yok. Uşaq, rak hastalığı tutup Bakı yaparmışam, hiçbir mualicesi yoktu. Bu Uşaq xəstədir. böyle Bilirəm, çətindir, ağırdır. Hükümət çox qərarlar qəbul edirsə ki, yardım etməyə, amma ki, görürəm, bəziləri onlar yerində icra olunmur. Mən də gəlmişəm, özüm görüm vəziyyətimizi. çok sağ olun. Meselem prezident. Və bilin, mən bundan sonra lazımı tədbirlər görəcəyim. Sağ olun, çok sağ olun. Çok sağ olun.